bugün Quranın açar ayələrindən biri barəsində danışmaq istəyirəm. Maidə surəsinin 67-ci ayəsi haqqında. Ya eyyuhər rasul, ey elçi, bəlliğ mə unzilə iləykə min rabbik. Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Və illəm təfəal, fəmə bəlləğdə risalətəh. Əgər etmədinsə, onda Allahın risalətini, yəni mesajını, fərmanını, elçilik vəzifəni ümumiyyətlə çatdırmamış saylarsan. Yəni sən bu nöqtəni qoymasan, elə bir ki, işini tamamlamamışsan. Vallahu ya'simuke minən nas. Allah səni cəmaatdan qoruyar. İnnallaha la yehdi qavmel kafirin. Heç şübhəsiz Allah kafir qövmü hidayət etməz. Niyə ayənin sonunda kafir qövm adı çəkildi? O nədir ki, insanlar onu inkar etsələr, qarşı çıxsalar, kafir ola bilərlər. Maidə surəsi Mədinə surəsidir. Yəni müsəlmanlar namaz qılır, oruç tutur, cihad edir, mallarından xums zəkat verirdilər, əqidə formalaşmışdı, tövhid, şirk, məad və s. Yəni hökmlər nazil olmuşdu. Yaxşı, bəs nə çatmırdı? Ayədə nəyi çatdırmaq dəqiq deyilmir. Lakin ard-arda Allahın sərt danışması onu göstərir ki, bu şey olmasa, bundan öncəkilərin heç bir mühafizə və qoruması olmayacaq. O nədirsə, o olmasa irəlidə divan ekspertləri, Quranı 40 dəfə oxuyub dindən uzaqlaşanlar, mənə elə gəlir deyənlər, Marsa uçanlar, Quranda qurbanlıq yoxdur, həcc yoxdur, nikah yoxdur, heç İslam da yoxdur deyə fəryad çəkənlər peyda olacaq. O nədir ki, İslam ümməti daha sonra bu çağırışa önəm vermədi və məzhəblər yağışdan sonraki göbələklər kimi peyda oldu. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Ərəbistan yarımadasında Allahın izni ilə tamamilə güc, qüdrət sahibi idi. Bütün missiyasını yerinə yetirmiş, çatdırdığını da çatdırmışdı. Lakin nöqtə qoymaq, altdan imza atmaq lazım idi. Heç bilirsinizmi ki, bu ayə nazil olduqdan sonra hansı hadisə baş verdi? Qədir Xum hadisəsi. Bu hadisə İslam tarixində ən mühüm hadisələrdən biridir. İslam Peyğəmbəri hicrətin 10-cu ili Zilhiccə ayının 18-i vida həccindən qayıdarkən Qədir Xumda İmam Əli əleyhissalamı özündən sonra canişin təyin etdi. Orada iştirak edən böyük səhabələr belə Əli bin Əbu Talib ilə beyət etdilər. Daha sonra İkmal ayəsi nazil oldu ki, bugün sizin dininizi kamil etdim. Öz nemətimi sizə tamamladım və İslam dinini sizə bəyəndim. Hər gün Fatihə surəsində oxuyuruq ki, bizi düz yola yönəlt. Nemət verdiyin kəslərin yoluna. Nemət verilən kəslərlə məhz İkmal ayəsindəki Allahın nemətinin tamamlanması arasında rabitə var. Bu hadisə danıla bilməsə də Peyğəmbərin sözü yazılmağa başladı. Yox, belə demirdi, Əlidən küsmüşdülər. Peyğəmbər də dedi ki, mən kimin dostuyamsa, o da dostudur. Neysə, məhz Peyğəmbərin vəsiyyəti yerinə yetirilmədiyi üçün bugün müxtəlif cür namaz qaydaları ortaya çıxdı. Hər ağızdan bir avaz ucaldı. O yoxdur, bu yoxdur. Məsələləri qabardı. Niyə? Çünki vilayətdən uzaq düşdülər.